Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin, məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi üzrə Çingiz İskəndər oğlu Əskərov, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Hafiz Qəmbər oğlu Nəsibov, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Xəqani Səyyadoğlu Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının sədri Kəmalə Nəbi qızı Abiyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Sənan Firidun oğlu Hacıyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri təyin edilib. Apellyasiya məhkəmələri üzrə Elmar Eldar oğlu Rəhimov, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının sədri Rəşad Ziyaviddin oğlu Mamedov, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının sədri Şamil Qəhrəman oğlu Rıza Quliyev, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının sədri Hökumət Çingiz qızı Babayeva, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının sədri Rövşən Rafiq oğlu Rəfiyev, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının sədri Elçin Şirin oğlu Hüseynov, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının sədri Talih Sulidin oğlu Kərimov, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının sədri təyin edilib. İnzibati məhkəmələri üzrə Araz Firidun oğlu Hüseynov, Bakı İnzibati Məhkəməsinin sədri Zəfər Arif oğlu Quliyev, Gəncə İnzibati Məhkəməsinin sədri İmran Ramazan oğlu Burcayev, Sumqayıt İnzibati Məhkəməsinin sədri Fehruz Novruz oğlu Abbasov, Şirvan İnzibati Məhkəməsinin sədri təyin edilib. Kommersiya məhkəmələri üzrə İlham Bayramoğlu Əhmədov, Bakı Kommersiya Məhkəməsinin sədri Rəşad Seylan oğlu Məmmədov, Gəncə Kommersiya Məhkəməsinin sədri Mübariz Rahil oğlu Hüseynov, Şəki Kommersiya Məhkəməsinin sədri Namidar Əlövsət oğlu Misirzadə, Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilib. Rayon məhkəmələri üzrə Nemət Əli Musa oğlu Musayev, Qazax rayon məhkəməsinin sədri Rəşad Rafiq oğlu Mustafayev, Sumqayıt şəhər məhkəməsinin sədri təyin edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.